Yusif Heydəroğlu Məmmədəliyev 1905-ci ildə dekabrın 31-də Naxçıvan Ordubad şəhərində anadan olmuşdur. 1918-ci ildə Daşnak Andrakinin hücumu sonrası ailecə Təbrizə daşınıb 1920-ci ildə yenidən Ordubada qayıtmışlar. 1920-1923-cü illərdə məktəbdə müəllim işləmiş, 1923-cü ildə təhsilini artırmaq üçün Bakıya gələrək yeni açılan pedaqoji institutuna daxil olur. Kimya fakültəsini bitirir və İrəvan Azərbaycan Pedaqoji Texnikumunda müəllim olaraq işləməyə başlayır. 1929-cu ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. 1933-cü ildə Bakıya gələrək Kuybişev adlı Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə başlayır. Bu fəaliyyəti nəticəsində akademik ünvanını alır. Dünya kimya elminin görkəmli alimlərindən olan akademik Zelenskinin laboratoriyasında elmi tədqiqat işləri aparmağa başlayır. 1931-ci ildə etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi mövzusunda ilk elmi tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib. 1932-ci ildə vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda üzvü kimya kafedrasına müdir təyin olunub. Sonra isə indiki AME Neft Kimya Proseslərin İnstitutunda işə başlayıb. Onun əsas elmi fəaliyyəti burada olub. Gənc alim burada tədqiqatçılıqdan akademikliyə qədər şərəfli yol keçib. İlk dəfə Azərbaycan nefti və təbii qazların tədqiqinə başlayıb. Bu təbii sərvətin neft kimya və neft emal prosesləri üçün əvvəlsiz mənbə olduğunu sübut edib. İlk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilene çevrilməsi, doymamış qazların bromlaşması, hidrotlaşması, halogenin törəmələrin xalq təsərrüfatı və tibbdə istifadə olunmasına dair uğurlu tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gəlib bilmədikləri problem olan qaynar lay katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. 1941-1945-ci illərdə müharibə dövründə alimin müstəsna xidmətləri olub. Belə ki, bu dövrdə Yusif Məmmədəliyev alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib, yeni kəşflərə imza atıb. Onun Molotov kokteyli, trotil kimi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftçiləri cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan neft əsasında aldığı yüksək keyfiyyətli, qiymətli yanacaq 2-ci Dünya müharibəsində aviasiya yanacağı kimi istifadə olunaraq qələbəyə yol açdı. Yusif Məmmədəliyev kimyaçı alim, kimya elmlər doktoru, professor, SST Dövlət Mükafatı laureatı və SSR Elmlər Akademiyasının akademiki və prezidenti, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Misilsiz və əvəzsiz xidmətlərinə görə Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin rektoru, ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb. Onlarla Elmi Tədqiqat İnstitutu, yeni istiqamətli laboratoriyalar, kafedra və elm ocaqlarının yaradılmasına nail olub. Akademik Yusif Məmmədəliyev neft kimyası, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə ilk dünya şöhrəti qazanaraq gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının, Azərbaycan xalqının iftixar mənbəyi olan Böyük Yusif Məmmədəliyev məktəbi yaradıb.